Hər vaxtınız xeyir əziz həmvətənlərim. İran-ABŞ müharibəsi başlayanda bizim bir çox gənclər və ya romantik ruhlu siyasətçilərimiz sevinirdilər ki, İran Amerikaya uzacaq, Amerika ora hakimiyyəti ələ götürəndən sonra bizim də müttəfiqliyimizi qiymətləndirərək Cənubi Azərbaycanı azad eləyəcək və biz hardasa bir birləşməyə gedəcəyik, böyük bir dövlət olacağıq. Bəli, bu gözəl romantizmdir və hər bir Azərbaycanlının ürəyində yaşamalı gözəl bir duyğudur. Birləşmək, bir ailənin birləşməsi, bir millətin birləşməsi, bir xalqın birləşməsi istəyi çox gözəl bir duyğudur. Bu da mənim ürəyimdən keçir. Amma reallıqda bu çox fərqlidir. Qərb dünyası heç vaxt buna yol verməməyə çalışacaq. Bunun üçün biz çox böyük səylər göstərməliyik və Türk dünyasının söz sahibi olan liderlər, bizim liderlərimiz hamısı bir yerdə bu iş üçün çalışmalıdır, çox çalışmalıdır. Çünki əsrin əvvəllərinə geçsək ki, Wilson prinsipləri, Lord Curzonun çıxışları, bunlar hamısı yönəlmişdi, Sanremo konferansları, bunlar hamısı yönəlmişdi Xəzər dənizindən qərbə doğru, yəni Azərbaycan, Türkiyə, Qərbi Azərbaycan daxil olmaqla bütün Türk varlığını, Türk dövlətçiliyini məhv eləməyə. Yəni bu xislət itməyib, bu xislət yaşayır. Məsələn, bugün də biz gördük ki, Amerika Azərbaycana nə verdi? Ermənistana nə dəstək oldu? Yəni adam gətirib gələcəyin texnologiyalarını, süni intellekt texnologiyalarını 5 milyardlıq kompleksi orada hazırlayır və bu bir neçə ildən sonra artıq bütün resurslardan üstün. Süni intellekt sənin əlindədirsə, o deməkdir ki, sən hər bir şeyin padişahısan, şahısan. Yəni bu belə pis çıxmasın, dindarlarımızın xətrinə demirsə, Allah kimi bir insan olacaqsan ki, hər şey sənin qərarında olacaq. Yəni bu texnologiyaları Ermənistana verdi və heç vaxt inanmayın ki, Avropa ikinci bir böyük Türk dövlətinin bu regionda yaranmasına yol versin. Avropa demək bütün qərb deyək, Amerikada o cümlədən. Çünki hətta vaxtilə mən xatırladım ki, sizə o konferansların birində hətta belə bir çıxışlar olurdu ki, Hindular kimi bütün türkləri qırmaq lazımdır. Onlar bəşəriyyətə lazımsız insanlardır, ancaq zərər gətiriblər, müharibələr gətiriblər. Yəni belə fikirlər səslənirdi. Baxmayaraq ki, Türk milləti dünyaya bu qədər dahi insanlar, alimlər, elmin kökündə duran insanlar bəxş edib və sivilizasiyanın inkişafına təkan verib. Və sözüm onda deyil, sözüm ondadır ki, yəni Amerikanın qalib gəlməsi bizə Cənubi Azərbaycanın birləşməsi mənasına gəlmir. Bu gəlməsi üçün biz çox işlər görməliyik. Ən azından oradakı xalq ayaqlanıb, silahlanıb bizimlə birləşməlidir. Oldu, təşəkkür edirəm.